Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət növü olub. İndi isə bu işlə hərə öz evində məşğul olur. Rəisə xala da 20 ildir ki, həsir toxuyur. Sənəti bu kəndə gəlin gələndən sonra öyrənib. İndi bu işin bilicisidir. Deyir, bizim yerlər rütubətli olduğundan həsirə böyük ehtiyac var. Rütubətdən qorunmaq üçün kənddə evlərin döşəməsinə həsir səpilir, üstü isə xalça ilə bəzənir. Toxunma mövsümü payızda olsa da sifariş çox olduğundan kənddə bu işlə il boyu məşğul olurlar. Günü 3 dənə toxuyuruq, 4 dənə də toxuyuruq. Yəni satanda da 10 manata, 8 manata belə sata bilirik. Gəlib evdən aparırlar. Biz indi gəlinlər eləməzlər, çətinliyə görə eləməzlər. Bizə baxma, biz əşi qabaqki adamlarıq. Həsir toxumaq üçün hazırlıqlar iyun-iyul aylarından başlanır. Su hövzələrindən pizə və əriş deyilən xammal biçilir. Yayda biçirik, gətirib quruduruq. Günün qabağında sarırıq, quruduruq. Ondan sonra yığırıq bir yerə. Sonra gedirik onu eşməsini gətiririk, eşirik. Belə bağ düzəldirik. Ondan sonra 8 bağ uzadırıq, 10 bağ uzadırıq, 9 bağ uzadırıq belə. Kim hansı razımızda istəyir, o razımızda toxuyuruq. Bunun uzunu 4 metrə, eni də 1,20 toxunur, 1,10 toxunur, 1 metrə toxunur. Masallıda Masa küçədən başqa Şatroba kəndində də həsir toxuyanlar var. Həmçinin Lənkəran və Astara rayonlarının bir neçə kəndində bu ənənə yaşadılır. Həsirlərin ölçüsü fərqli olduğu kimi toxunuşu da zövqə görədir. Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Günəm Hüseynova, Asif Ayzoğlu, Pərvanə Əzizova, Lider TV, Masallı.